Əli Mehdiyevi region xəbərlərində tanıyacaqsınız. İndi isə təfərrüatı ilə. Böyük qayıdış proqramının icrası davam etdirilir. Bugün Xankəndi şəhərinin Kərkicahan, Xocavənd rayonunun Hadrut qəsəbələri, Şuşa rayonunun Böyük Qaladerəsi, Cəbrayıl rayonunun Şükürbəyli, Xocalı rayonunun Ballıca, Badara və Xanabad, Ağdərə rayonunun Çıldıran, Vəngili və Həsənriz kəndlərinə ümumilikdə 58 ailə qayıdıb. Bugün Xankəndinin Kərkicahan qəsəbəsi daha 8 ailə, 34 nəfəri qarşılayıb. Onlar üçün yurt həsrəti bitib. Çox qürurluyam öz vətənimdə, öz elimdə, öz obamda. Düzdür, Azərbaycanın hər bir güşəsi vətənimdir, amma doğulduğum, boya-başa çatdığım torpağımdayım. 4 yer dəyişmişəm. Mən orduda olmuşam. Ailəmi gətirib qoymuşam Ağdamda, qayıtmışam orduya. Bir də Şuşada yaralanan sonra sahiyyətim imkan vermədi. Gəlmişik indi öz vətənimizə, öz torpağımıza. Bir sevincimin həddi hüdudu yoxdur. Cəbrayıl rayonunun Şükürbəyli kəndinə isə 7 ailə, 28 nəfər qayıdıb. Bugün onlar üçün də sevincli və əlamətdar gündür. Çünki uzun illərdən sonra yenidən doğma vətənlərindədir. 30 yaşında çıxdım, indi də 65 yaşında qayıtdım. Çox xoş hisslər keçirirəm, çox gözəl hisslər keçirirəm. Vətənimizdir, öz doğma elimizdir, öz torpağımızdır. Çox xoşdur bizim üçün. Bəli, gözümün, belə deyərdim, irəli baxan gözlərimdə bir gözüm sevinç, bir gözüm kədərlə kədərlənir. Sevinç göz yaşım odur ki, 30 il həsrətin çəkdiyimiz, atalarımız, babalarımız həsrətin çəkdikləri, lakin qovuşmadıq torpaqlara yenidən geri dönüş elədik. Həsrət göz yaşımsa bu mənimlə bir ömür boyu davam eləyəcək. Çünki mən bir şəhidin xanımı olaraq qürurla irəliyə getməliyəm və şəhidimin hər zaman yarım qalmış arzularını gerçəkləşdirməliyəm. Hər iki yaşayış məntəqəsi müasir tələblərə uyğun şəkildə yenidən qurulur və mərhələli şəkildə geri dönən sakinlərini qarşılayır. Bugün həm də Xocavənd, Şuşa, Xocalı və Ağdərəyə növbəti ailələr qayıdıb. Elnur Tofiq, Elmin İsfəndiyarov, Elgün Qəmbərov, Elnarə Həsənova, AzTV xəbər. Şuşa rayonunun Sarababa kəndi də yenidən qurulur. Bunun üçün yaşayış məntəqəsində 82 hektar ərazi minalardan təmizlənib. 14 ədəd partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib. Bu barədə ANAMA-dan məlumat verilib. Sarababa kəndi Qarabağın dağlıq hissəsində təxminən 1500 metr yüksəklikdə yerləşir. Ərazidəki dik yamaclar və meşəlik sahələr partlayıcı sursatların vizual aşkarlanmasını çətinləşdirir. Təmizləmə əməliyyatları yerüstü və yeraltı üsullarla aparılıb. Çətinliklərə baxmayaraq mina axtaranların yüksək peşəkarlığı sayəsində ərazi təhlükəsiz vəziyyətə gətirilib.